Kəsə salam, bugün keçirilən birinci qrup riyaziyyat blok suallarının izahına baxaq. Deyir ki, həndəs hissədə belə olarsa B13'ü tapın və burada bilirik ki, biz bunu ən ortadakının kubu şəklində yaza bilərik. Yəni bunu yaza bilərik BN üzərinə gəlsin 11'in kubu şəklində. Bu bərabərdir 64'ə 4'ün kubu yaza bilərik. Vurulsun 3 üstü 3n. Və buradan alırıq ki, BN üstə gələn 11 bərabərdir 4 vurulsun 3 üstü n-ə. Bizdən də B13 istəyirdi. N-in yerinə də gətirib 2 qoyuruq. Və bu deyir 4 vurulsun 3 üstü 2, yəni 36. Deməli, doğru cavab B variantıdır. İkinci suala baxaq. Deyir 3 hədisi həmişə mənfi qiymət alır. Bunun üçün diskriminant da mənfi olmalıdır, A da mənfi olmalıdır ki, həmişə mənfi qiymət alsın. Yəni, bu zaman A çıxaq 2'nin kvadratı üzərinə gəlsin. 4'a vurulsun 9 bölək 4 olmalıdır mənfi. Buradan da alırıq ki, A kvadrat çıxaq 4'a plus 4 üzərinə gəlsin 9'a mənfi olmalıdır. Və buradan da alırıq ki, A kvadrat üzərinə gəlsin 5A plus 4 mənfi olmalıdır. Yəni A plus 1 ilə A plus 4'ün hasili mənfi olmalıdır. Bunda intervallar üsulundan yazsaq, doğru cavab A variantı olacaq. Keçək növbəti səhifəyə. Məsələyə baxaq. Deyir ki, avtomobili A məntəqəsindəki ambardan deməli malları götürdüyü malları ABCD düzbucaqlısının perimetri üzrə hərəkət edərək BCD məntəqələrinə paylayıb ambara qayıdır və cəmi 420 kilometr qət edir və deyir ki, AB məsafəsinin BC-yə olan nisbəti 3/4-dədir. Və bizə deyir ki, avtomobil hər məntəqədə yükünün bir hissəsini boşaltdığı üçün məntəqəyə qədərki yolu əvvəlkindən 15 km/saat çox sürətlə gedirdi. Avtomobil B-dən C-yə 2 saat gedibsə, D-dən A-ya nə qədər vaxtda gedib? Deməli, biz bura 3x desək, burada onsuz 3x olacaq və burada 4x, digərdə 4x-dir. Və bizə deyir ki, 420'dir. Yəni, bizə 14x'i 420 verib. Buradan da x-i 30 tapırıq. Və bizə də deyir ki, D-dən A-ya qədər olan nə qədər vaxta getmişdir. Hə, bizdən B-dən C-yə olan vaxtda 2 veribdir. Yəni 2 saata gedib. Və biz buradan x-i 30 tapdıqsa, deməli, bura 90'dır, bura 120'dir, burada 120'dir, burada 90'dır. İndi BC məsafəsi 120'dir. Və deməli, sürəti də hər 15 km/saat artır. Yəni, bura x ilə gedirsə, burada x plus 15 sürətlə gedir və zamanda 2'dir. 2'ni deməli, x plus 15'ə vursaq, bizə 120 verəcək. Buradan da x-i biz 45 tapırıq. Və bizdən də nə istəyirdi? D-dən A-ya qədər olan, bura x plus 30, burada olacaq x plus 45. Yəni, buradan da ikisi də 45 tapmışdıq. 90 olacaq. Yəni, 120 bölək 90 saat olacaq. Bunda 30'a ixtisar eləsək 4'ün 3 olacaq. Bunda deməli, dəqiqəyə çevirsək 60'a vururuq. Bu deyir 80 dəqiqə, yəni D variantı. Baxaq bu sualla. Deyir ki, y bərabər x kvadratı və y bərabər 8x kvadratı xətləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. Deməli, buradan biz bərabərləşdirirdik bir-birinə. Yəni, 2x kvadratı 8'dən x kvadratı 4'dür. X də bir dəfə müsbət 2'dir, bir dəfə də mənfi 2'dir. Yəni, 2 ilə mənfi 2'dir. Və bu da S bərabər integral mənfi 2'dən 2'yə 8 çıxaq 2x kvadratı dx hesablamalıyıq. Yəni, bu da nə deməkdir? Buradan yazaq 8x çıxaq 2x kubu, bu da 2'dən mənfi 2'yə. Hə, 2x kubu bölək 3. Bunu da hesablasaq, eləyəcək, deməli, B variantı 21/3'də 1. Keçək növbəti səhifəyə. Deyir ki, 2 üzlü bucağın müxtəlif üzərində yerləşən A və B nöqtələrindən onun tilinə qədər olan AC və BC məsafələri üçün bu doğrudursa, yəni üçü də bir-birinə bərabərdirsə, 2 üzlü bucağın qiymətini tapın. Baxın, belə bir bucaqdır. Deməli, verilənləri qeyd edək. Bura A olsun, bura C, burada B olsun. Və bunu da birləşdirsək, bunların üçü də bir-birinə bərabər verilib. Yəni, bu zamanda 60 çıxır. Deməli, baxaq bu suala.
Deyir ki, ABC üçbucağında BAC 2ASB'dir. AB ilə BD 5-dir. AC 11-dir deyəsən. SABC-ni səhv eləmirəmsə soruşur tapmalı. Gəlin seçək burada. Deməli A, B, C. Və bizə belə bir, buradan da bir D verilib. Və bizə deyir ki, BD 5-dir. AB də 5-dir. Və deyir ki, bura 2 alfadır, burada alfadır. Bunlar verib. İndi bizə deməli, bura alfadır. Bizdən də nə istəyirdi? ABC üçbucağının sahəsini istəyir. AB ilə də BD bir-birinə bərabərdir. İndi bura 2 alfadırsa, bura alfadırsa, deməli, burada alfa olacaq. Və eynən də burada bərabər yanlı olduğuna görə burada 2 alfa olacaq. Buradan bir dənə, burada 5, 5-dirsə, deməli, burada 5-dir. Burada 6 qalacaq. Buradan bir dənə biz hündürlük çəksək, sahəni hesablamaq üçün. Burada 3 bölünəcək və burada 4 olacaq. Deməli, tərəf 11-dir, hündürlük 4-dür. Bunda yarısı olacaq sahə 22, yəni C variantı. Vektorlar verilib. Deyir ki, vektorun komponentini tapın. Yəni, A vektoru çıxaq, B vektoru çıxaq, C vektorunun komponentlərini istəyir. Bu da eləyəcək -1 çıxaq 2 çıxaq 1. Deməli, -1, -1 çıxaq 1 çıxaq 0 və 2 çıxaq 1 çıxaq 3. Bunu da hesablasaq eləyəcək -4, -2 və -2. Yəni D variantı. Dərəcəli bucağın təpə nöqtəsindən çıxan şüa onu ölçüsünün fərqi 26 dərəcə olan iki bucağı və böyük bucağı tapın. Deməli, x-dən y-in fərqi 26-dır, cəmləri isə 124-dür. Bunu da həll eləsək 2x 150-dir, x də 75 dərəcədir, böyüyü də c-dir. Qarşılıqlı saləd A ilə B deməli çobları elə hasilidir. A ilə B-nin cəmində bizə 23 verir və bunu istəyir. Və nə deməkdir? A plus B-nin kvadratı çıxaq 2AB deməkdir. 23-ün kvadratı çıxaq 2 vurulsun 126. Bu da neçə eləyəcək? Bu da eləyir 529 çıxaq 252. Yəni bu da eləyəcək 777. Eləyəcək 277 daha doğrusu. B variantı. Keçək növbəti suala. Deyir ki, SABC piramidasının bütün yan tilləri oturacaq müstəvisi ilə 60 dərəcə bucaq əmələ gətirir. SA 8-dir. Piramidanın oturacağı bərabər yalnız bucaqlı ABC bucağı varsa onun həcmini tapın. Deməli, çəkək. Demişdik ki, bura H-dır, bura R-dir, burada tildir. Tildə 8 verib. Burada deməli 4-dür. 60 dərəcədir çünki bucağı əmələ gətirir. Deməli, 30, 90, 60. Bura 4/3-dür. Deməli, bizdə H 4/3-dür, R də 4-dür. Deməli, indi burada piramidanı çəksək, bu oturacaqdır. Bu da belə bir, haradasa belə bir piramidadır. Deməli, R də demişdik ki, C-nin hipotenuzun yarısıdır. Yəni, buradan da C neçə çıxır? 8 çıxır. Deməli, ona çəkən hündürlük də 4-dür. Deməli, S oturacaq nə idi? 16-dır. V də bərabərdir. Yəni, həcm 3/1. S oturacaq vuraq H. Yəni, 16 vuraq 4/3-ün 3-ə nisbəti. Bu da 64 kökdə-3-ün 3-ə nisbəti olacaq. Yəni, A variantı. Tənliyi deyir, həll eləyin. Sadə bir tənlikdir. -2 kosinus 3x kosinus 3x-ə bərabərdir. Kosinus 3x 0-dan 3x bərabərdir. Pi bölü 2 üzərinə gəlsin pi-n. İndi bunu 3-ə də bölsək D variantı eləyəcək. Baxaq növbətisinə. Deyir ki, təyin oblasına daxil olan tam ədədlər çoxluğunu, bütün 3 elementli alt çoxlarının sayını tapın. Burada x çıxaq 2-dən müsbət olmalıdır, 8 çıxaq x-dən müsbət olmalıdır. Yəni, x 2-dən böyükdür və 8-dən kiçikdir. Deməli, 3, 4, 5, 6, 7-dir. Alt çoxluqlarını sayda kombinezon 5-dən üstü 3 elementli deyirək 10. Deməli, A variantı. Baxaq növbəti suala. Kəsişmə deyir 8, 9 rahatdır. Burada kosinus x-in yeni bir dəfə -1, bir də müsbət 1 qoyuruq. Y variantı. Baxaq bu suala. Deməli, tam bölənlərdir. DS 7, AB 12 isə trapesiyanın bizdən perimetrini istəyir. Bura alfa desək, necə eləyək? Bura alfa.
Bura bir alfa desək, burada alfa olacaq. Tam bölən burada alfa olacaq. Beta, beta, beta. Beta, beta. Eynən A, tam böləndə B, B. Yəni tərəflər, bucaqlar hamısı bərabərdir. Burada 12-dir və perimetrdə çıxır 2 vurulsun A plus B-nin 12 cəmi. Bu da 7 verilib. 2 ilə 7-nin hasili 14-dür. 14-ün üstə də 12, 26. Yəni C variantı. Keçək növbəti suala. X-in Y-in nisbətini istəyir. Hər tərəfi burada 5-ə vururuq. 5x üzərinə gəlsin 50y eləyəcək 80. Tərəf-tərəfə çıxsaq, mənfi 71y, mənfi 71y də 1-dir. Gətirib burada yerinə qoysaq, 5x 30-dan x 6 çıxacaq. 6-nın 1-ə nisbəti 6. Təyin oblasına daxil olan ən kiçik və ən böyük ədədlərin cəmi tapın. Deməli, x mənfi 1-dən 1 aralığında yerləşir. Yəni, bu da arcsinus funksiyasında 5 çıxaq, kök altı x çıxaq 2-də mənfi 1-dən 1 aralığında yerləşəcək. Yəni, mənfi 6 ilə mənfi 4 arasında yerləşir. İndi hər tərəfi mənfiyə vura bilərik. X çıxaq 2, 6. Hər tərəfi kvadrata yüksəldə bilərik. 16 ilə deməli x çıxaq 2, 36 arasında yerləşir. X də 18 ilə 38 arasında yerləşir. Ən kiçik 18, ən böyük 38, cəmləri də 56. Burada da var. Biri digərinin deyir 80%-ni təşkil edən ardıcıl cüt ədədin kvadratları fərqinin modulunu tapın. Yəni, biri x-dir, biri 0,8x-dir. Bunlar da ardıcıl cüt ədəddir, fərqləri 2-dir. Buradan 0,2x 2-dir. Deməli, biri 10-dur, biri deməli 2x 20, biri 10-dur. Biri də 8-dir. 100 ilə də 64-ün fərqi 36. Baxaq 19-a. Deyir ki, A da B-dən müsbətdir. Bunu deyir, sadələşdirin. Baxsaq, sürət deməli, kök altda A çıxaq, kök altda B-nin kvadratıdır. Moduldan da kök altda, modulda kök altda A çıxaq, kök altda B çıxır. Deməli, aşağı hissədə kök altda A üzərinə gəlsin, kök altda B-nin kök altda kvadratıdır. Bu çıxacaq. Üzərinə gəlsin 4 kök altda B ilə, kök altda A plus kök altda B. Bu müsbətdir, çünki A B-dən böyükdür. Sadələşdirsək, kök altda A plus kök altda B. Sürətə də 2 vurulsun, kök altda A plus kök altda B. Cavab da 2. Yəni, Y variantı. 20-yə baxırıq. Deyir, ən kiçik qiyməti 4 olsun. Funksiyada belədir. Y, yəni, belə bir ifadə verilib. Y üstü A çıxaq x. Minimumda 4 olsun. Bununki 1, yəni törəməsini alırıq. Çıxaq Y üstü A çıxaq x 0-dır. Y üstü A çıxaq x 1-dir. Buradan da A çıxaq x 0 olmalıdır. Yəni, x A-ya bərabər olmalıdır. A üzərinə gəlsin, Y üstü 0, 4-dür. Buradan da A-nı 3 tapırıq. Yəni, bu 1-dir. A-da 3 çıxır. Yəni, B variantı. Baxaq 21-ci suala. Bunu həll eləməliyik. Kök altda loqaritm 2 əsasdan x. Vurmalıdırsa demişdik ki, toplama şəklində yaza bilərik. Yəni, loqaritm 2 əsasdan 8 üzərinə gəlsin. Loqaritm 2 əsasdan x şəklində yazırıq. Bunu da bizə üzərinə gəlsin 5, 0 verib. Bu da bildiyimiz kimi 3-dür. Buna da bir t desək, t çıxaq 3 çıxaq t kvadratı plus 5, 0-dır. Yəni, t kvadrat çıxaq t çıxaq 2, 0-dır. Buradan da t alınır 2 ilə mənfi 1. Təbii ki, mənfi ola bilməz. Çünki kök altı ifadəyə demişik. Mənfi ola bilməz edik. T 2-dir. T 2-dirsə loqaritm 2 əsasdan x 4-dür. X də 16-dır. Yəni, A variantıdır. Bizdən bunu istəyir. Yəni, ədədlə özünün qoşmasının hasilini istəyir. Bu da eləyəcək 49 bölək 4. Üzərinə gələk 1 bölək 4. Yəni, 50 bölək 4. Bu da 12 tam. Yəni, 25 bölək 2, 12 tam 2-də 1. 23-cü suala baxaq. Deyir ki, MNK cəmini hesablayın. Burada baxsaq görərik ki, bu asimptondur. Biri üfüqidir. Yəni, Y4 ola bilməz. X də 2 ola bilməz. Bunu gördük. Deməli, buradan da çıxır ki, M2-dir. Yəni, K bölək X çıxaq 2 üzərinə gəlsin N bərabərdir 0-a. Buradan da deməli 2-dir. Deməli, burada görürük ki, 4 qiymətində X-in Y 8 alır. Yerinə qoysaq, K-nın 2-yə nisbəti üzərinə gəlsin N 8-dir. Yəni, K ilə 2-nin cəmi 16-dır. Bir də baxırıq ki, X-in hansı qiymətin 6 qiymətində Y
deməli x-in 6 qiyməti, yəni k bölək 4 üzərinə gəlsin n də 6 qiymətini alır. Buradan da k plus 4n 24 çıxır. Buradan da 2n 8-dən n 4-dür. K 8 çıxır. M də 2-dir. Cəmləri də 14. Yəni mən belə gördüm. Tam dəqiq görünmür şəkil əslində. Baxaq limit sualına. Limit x sıfıra yaxınlaşır, sonsuzluğa yaxınlaşır. Qiymət də sıfırdır. Deməli, buradan çıxır ki, a kvadrat çıxaq 3a 0 olmalıdır. Yəni, a 3 ya da ki, a 0'dır. Bir də digərdə a kvadrat çıxaq 2a çıxaq 3 0'dır. A mənfi 1'dir və a 3'dür. Ortaq lazımdır. Yəni, a-nın 3 qiyməti. Baxaq 25-ci suala. Burada çəkməyə çalışım. Deməli, bir dənə üçbucaq çəkək. Belə bir üçbucaqdır. Deməli, belə bir xət çəkmişik. Üçbucağı adlandıraq. Deməli, A, B, C, burada D. Bizə deməli, buranı, bunların cəmi 150 verib, deməli, bura 30. Yəni, alfa ilə betanın cəmini 150 verib, bura 30. Elə bunların cəmini istəyir, deməli, bu da 150 olacaq. Yəni, bir dəfə bu üçbucağa baxıb, buranı 30 tapırıq, bir dəfə də ümumi üçbucaqda daxil bucaqların cəmi 180 olduğundan digərlərinin cəmi də 150 olmalıdır. Keçək növbətlərə. Baxaq, deməli, ox kəsiyə aid suala bizə belə bir sual verilib. Deyir ki, ox kəsinin diaqonalı 18-dir, hündürlüyü isə 9-a bərabərdir. Deyir ki, silindrin doğranı ilə ox kəsiyinin diaqonal arasındakı bucağın dərəcə ölçüsünü tapın. Yəni, heç bucağın dərəcə ölçüsü 0. 30 yazılıb deyirsiniz. Elə bildim 0 yazıb şagird. Çəkək. Diaqonal arasındakı bucaq. Bura 2R-dir. Bura 9-dur. Bura 18-dir. Bura 30-dur. Deməli, burada 60-dır. Yəni, qalan bucaq, arada qalan bucaq 60 dərəcədir. Bizə deyir ki, bunu müəyyən eləyin. Deməli, burada ən kiçik qiymət 2-dir. Çünki bunlar 0 ala bilər. 1-ə cəcəkdir. 2-də birincisi 0 ala bilər. Hansı? X-in mənfi müsbət 2 qiymətlərində. Yəni, x kvadrat 4-dür. X mənfi müsbət 2-dir. Bunun ən kiçik ala biləcəyi qiymət 5-in kvadratı 25-dir. Çünki y 0 olanda. Yəni, D aiddir buna. Ən kiçik qiymət 25 üzərinə gələk, 0 üzərinə gələk 2, 27. Yəni, B ilə D. C də getmişdi. Deməli, bura baxırıq. X-in 0 qiymətini alır, Y-in də 0. Deməli, Y doğrudur. Ən kiçik qiymət 16, 25, 2, 43-dür. A da doğrudur. Deməli, 1-ə C, 2-yə B, D, 3-ə A, Y. Keçək ətraflılara. Deyir, hündürlüyü 20 cm olan silindir formalı qab yarısına qədər maye ilə doldurulmuş və içərisində uzunluğu qabın hündürlüyünə bərabər olan nazik çubuq yerləşdirilib. Çubuğun bir ucu alt oturacaq çevrəsi üzərində, digər ucu isə qabın yan divarı üzərində olmaqla üst oturacaqdan 4 cm məsafədə yerləşir. Qalan hissənin çubuğun maye daxilində qalan hissəsinin uzunluğunu deyir tapın. Bu oxşarlıqdır. Bunlar paralel olduğuna görə oxşarlıqdır. Buranın bizə 20 verib. Buranın bizə 6 verib. Və burada bunun yarısı olacaq, 10 olacaq. İndi 6, 10, yəni üçün 5 olan nisbətinə bölünüb. Deməli, bura 3K-dır, bura 5K-dır. Bizə 8K-nı 20 verib. K da 5-in 2-yə nisbəti, yəni 2,5-dir. Bizə də 5K-nı istəyir. Bu da eləyəcək 12,5. Əsas burada sualı başa düşməkdir. Deyir ki, koordinat müstəvisində ixtiyari üçü bir düz xət üzərində olmayan 10 nöqtə verilib. Təpələr bu nöqtələrdə olan bütün mümkün üçbucaqlardan biri təsadüfi seçilir. Həmin üçbucağın hər üç təpəsinin müxtəlif rüblərdə yerləşməsi ehtimalını tapın. Deməli, məxrəcdə kombinezon 10-dan 3 olacaq. Sürətdə isə indi hər dəfə bir ehtimala baxırıq. Birinci 1, 2, 3-də olması. Deməli, nədir? 4 vuraq, 2 vuraq, 3. Sonra 1, 2, 4-də olmasına baxsaq. Deməli, 4 vuraq, 2 vuraq, 1. Üzərinə gələk, 1, 3, 4 olsa, 4 vuraq, 3 vuraq, 1. Bir də 2, 3, 4 ola bilər. O da 2 vuraq, 3 vuraq, 1-dir. Bunu hesablasaq, sürətdə neçə eləyəcək? Deməli, 8, 24, 8, 12, 6. 18, 26, 50. 50 bölək, 10 vuraq, 9 vuraq, 8 bölək, 6. 5 qalacaq burada. 72-ni də 6-ya bölündə 12. Yəni 5 bölək 12. Baxaq isbat sualına. Məncə rahat suallara oxşuyur. Baxaq.
çevrə verilib. Çevrəyə aid yəni isbatlar məşhurdur, yəni çox işlənilir. Çəkək. Belə bir fiqur verilib. Burası C nöqtəsidir. Bura D'dir, B'dir. A'dır, mərkəz O'dur. Y'dir. Digər nöqtələrdə Y ilə onu birləşdirib. Bizə deyir ki, mərkəz O nöqtəsində olan çevrəyə onun xaricinə götürülmüş C nöqtəsindən SA və SY kəsənləri çəkilmişdir. Bizə deyir ki, CD ilə AO bir-birinə bərabərdirsə, bunu isbat edin. CD ilə AO bir-birinə bərabərdir. Radius deyir, burada bərabərdir, burada bərabərdir. Bura biz bir alfa desək, burada olacaq alfa, çünki bərabər yanıdır. Onda burada 2 alfa olacaq, burada 2 alfa olacaq. Ümumi cəmi 180 olmalıdır. Ona görə bura 180 çıxaq 4 alfa olacaq. Və burada yenidən baxın, bu açıq bucaqdır. 180 çıxaq 4 alfa, burada olacaq 3 alfa. Baxın, isbat bitdi. 3 alfadır, onun da 3də biri alfadır. Və bu qədər. Məncə maraqlı və çox da düşündürücü olmayan suallar idi.